Ağıl o qədər gücünü itirir ki, heç nəylə insanı yönəltmək olmur düz yola. Ağlın önəmindən danışdıq keçən xütbələrdə ki, insanlarda həvəs yaransın, istək yaransın, ağlı artırmağa, ağla sahib olmağa. Ağlın funksiyasından danışdıq. Ağıl yaxşı ilə pis arasında seçim etmək üçün deyil, ağıl yaxşıdan daha yaxşını seçmək üçündür. Ağlın funksiyası bundan ibarətdir. Ağıl cəhənnəmdən qaçmaq üçün deyil, ağıl cənnətin ən uca məqamını əldə etmək üçündür. Zərərdən qaçmaq reflekslə də olur, instinktiv olaraq baş verir. Hətta digər canlılar da, üzr istəyirəm, heyvanlar da təhlükə olan məqamda qaçır o təhlükədən. Bəli, insan üçün ibtidai ağıl lazımdır zərərdən qorunmaq üçün. Amma ağlın tam gücü ilə istifadə olunması zərərdən qorunmağa sərf olunmamalıdır. Ağıl insanı daha ali məqamlara səsləyən bir xüsusiyyətdir, keyfiyyətdir. Ağlın əsas funksiyası ən böyük xeyrə çatdırmaqdır insanı. Ən üstün xeyrə çatdırmaqdır. Və bunu da qeyd elədik ki, ağıl həmişə eşqə qarşı qoyulur, ağıl eşqə də zidd deyil. Ağılla eşq bir-birini tamamlayır. Ağıl insana təyin edir ki, məşuqun kim olmalıdır, kimi sevməlisən. Sevgili seçəndə ağıl lazım olur insana. Ağıl insanı təşviq edir ki, sevdiyin yolunda fədakarlıq eləməlisən. Ağlı eşqə qarşı qoymaq yanlışlıqdır. Dinimiz deyir ki, ailədə uşaqlarınızı məhəbbətlə təmin eləyin. Ailədə uşaqlarınıza sevgi göstərin. Məhəbbət göstərin. Nə üçün? Çünki məhəbbət qıtlığı olsa, məhəbbət çatışmazlığı olsa, bir dənə üzünə gülən adama tərəf qaçacaq bu. Məhəbbətlə o qədər doyurun onu ki, məhəbbətin tələsinə düşməsin. Eşqlə sirab olsa, eşqlə təmin olunsa, ağılla qərar verəcək, kimi sevim. Çünki eşq çatışmazlığı yoxdur, eşq teşnəliyi yoxdur ki, ağlının işığını zəiflətsin. Eşqlə tam təmin eləyin ki, eşqdən arxain olsun, sevilsin və buna mane olmasın. Artıq həyatının müəyyən mərhələsində özünə məşuq seçəndə, hədəf seçəndə ağılla qərar versin. Hissi gəlib əl-ayağına dolaşmasın. Tez özündən getməsin. Ağıl insanı ən uca zirvələrə çatdırır, çağırır, dəvət edir. Ağıl həyata ləzzət və həyəcan gətirir, şövq qatır. Bir adamın yaxşı yaşaması çətindirsə ağlı azdır. Çəkinmədən bunu deməliyik. Yaxşı yaşamaq çətindirsə, sənə çətin gəlirsə, ilk növbədə ağlın zəifdir. Bir insana bəndəlik eləmək çətindirsə, deməli, ağlı zəifdir. Bəndəliyin çətinliyi ağlın zəifliyindən qaynaqlanır. Ağıl insana həm hədəfi göstərir, həm hərəkətə sövq eləyir, hədəfə doğru istiqamətləndirir, hərəkətə rəğbət yaradır. Ağıl əldən tutur, imkan vermir yorulasan. Ağıl bütün çətinləri asanlaşdırır insan üçün. Düşünmək, təfəkkür. Ona görə dedik ki, ağıl inkişaf eləsə, elm sözün əsl mənasında inkişaf eləyər. İndiki elmi inkişafı mən şəxsən inkişaf saymıram. İndiki dünyaya hakim olan düzən tam mənada götürsək elmin qənimidir. Çünki ağla zidd düzən elmi bir həddə qədər inkişaf etdirə bilər. Bu mümkün deyil. Onun hesablamaları hamısı ağla söykənmir deyə bir neçə addım qabağı görə bilir, sonranı görə bilmir. Və bugün bu sivilizasiyanın gəldiyi bir nöqtə hal-hazırda böhranla üzləşir. Çünki ağla əsaslanmayıb və elmi inkişafda bəşəriyyətin zərərinə olur ağıl olmayanda. Ağıl olmayanda elm öldürücü zəhərə çevrilir. Ağıl olsa həm elm lazımı səviyyədə inkişaf eləyər, ağıl olsa insan həm də elmin, cəmiyyət, bəşəriyyət, elmin zərərindən qorunar.
Elm zərərsiz olar. Və belə bir iddia eləmək istəyirəm ki, elm əgər dinə istiqamətləndirmirsə, naqis elmdir. Ağılla elm bir-birini tamamlasa, elmi inkişaf insanları dinə, mənəviyyata yönəltməlidir. Və keçən dəfə dedik, bəşəriyyətin problemlərini incələsək, ən başlıca problemlərindən biri ağılsız elmin inkişafıdır. Ağılsız elm deyəndə nəyi nəzərdə tuturuq? Ağılsız elm sonu görməyən addımlardır. Sonu görməyən. Musiqi ilə bağlı misal çəkdik. Bizən bütün təcrübələr qısa müddətlidir. Məsələn deyək də, effekti çox tez hiss olunan məsələlər elmi bir, təcrübi bir məsələ sayılır. Məsələn deyək ki, mən musiqiyə qulaq asıram, halım yaxşı olur. Hər gün mən səhər musiqiyə qulaq asıram, halım yaxşı olsun. Özümü yaxşı hiss edirəm. Amma bu, bir il sonranı görmür. Bir il sonranı görmür. Nədir bunun əsas fəsadı? Əsas fəsadı budur ki, bunu həmişə hala gətirmək üçün kənardan bir şey lazım olacaq. Bir insanı musiqi ilə hala gətirirsən, öyrəşir, ruh tənbəlləşir, təfəkkürlə çatmalı olduğu halı kənarda səskü ilə gedir. Sonradan artıq ağlı da zəifləyir və o musiqi də ona o effekti vermir və depressiyaya düşür. Onu görə bilmir. O bugün, 2 gün, 5 gün görür ki, musiqi məni hala gətirir, ondan sonranı görə bilmir. Hətta xütbələr var ki, bəzən, xütbələr var, ani olaraq səni hala gətirə bilər, çıxarsan, deyərsən, bu nə haldır, amma uzun müddətdə sənin ziyanı olar. Mən bacararam bəzi sözlər danışım ki, hər dəfə cəmaat halla ayrılsın, geçsin, amma bəzən bu xəyanət olur insanlara. Bəzən olmaz elə halın üzərində köklənmək, qısa müddətdə hansısa bir hala düşür, tənbəlləşdirmək. Mən ona görə deyirəm ki, xütbələrə də qulaq asanda hədd müəyyən eləyin. Həmişə səni kənardan kimsə hala gətirməsin, içində o potensialı işə sal. Tənbəlləşdirirsən ruhu. Bəli, xütbə lazımdır, amma həddində. Səhərdən axşamacan onu eləsən, sonra o olmasa sən gücdən düşəcəksən və sonra o da köməyivə çatmayacaq. Çünki özünü zəiflətmirsən. Bu çox mühüm məsələdir. Məsələn, faiz bank sistemi bugün dünya iqtisadiyyatının əsasını təşkil edən məsələlərdəndir. Get-gedə buna gəlib çatırlar ki, bu düzgün sistem deyil ümumiyyətlə. Məsələn, mən eşitmişdim ki, Almaniyada qərzül həsənə sistemi var müsəlmanlarda, onunla maraqlanırlar. Mən iqtisadçı deyiləm, bunu iqtisadçılar daha yaxşı danışa bilər, amma iqtisadçı dostlarımız var, hərdən görüşəndə deyir ki, sizin o dediyiniz məsələ bugün məsələn aktualdır. Mən heç onu bəlkə də o sahədən mütaliə eləməmişəm. Din vasitəsilə, ağıl vasitəsilə bir nəticəyə gəlirik. Mütəxəssis də təsdiq edir ki, bəli, elə həqiqətən də belədir. Dəfələrlə olub. Dəfələrlə bu məsələlərlə bağlı belə bir yanaşmalar olub. Ağıl olmasa elm qısa müddətli sıçrayışa gətirir, çıxardır, sonra isə bədbəxt eləyir insanları, zərbə vurur. Ağıl nuru sönərsə. Ağıl kamil olsa, adam qısa nəticəyə, ani nəticəyə qane olmur, sonrasını soruşur, daha sonrasını soruşur. Hey soruşur ki, bu addımın sonrası necə olacaq, sonrası və belə elm inkişaf edir və düzgün məzrada inkişaf edir. Ağıllı adam alim olsa ilmin sonuna qədər gedəcək. Keçən dəfə mən bunu dedim. Bəli, güya ağılla bu nəticəyə gəlirlər ki, insan necə istəyir elə yaşamalıdır. Həmcinsi ilə evlənmək istəyir, 3 nəfər həmcins evlənsin, sonra geçsin uşaq götürsün. Uşağı da bilmir ata kimdir, ana kimdir. 3 dənə atası var. Birinci ata, ikinci, üçüncü və bu öz inkişafı ilə öyünən bir bəşəriyyətin gəldiyi elmi inkişafının nəticəsidir. Yəni bunu müzakirə etmək lazımdır ki, bu düz deyil. Ancaq ani olaraq hisslə hərəkət edən bəşəriyyətin gəldiyi nəticələrdə belə olur. İdeal cəmiyyət din nöqteyi nəzərindən ağıllı cəmiyyətdir, rasional cəmiyyətdir. Dinin əsas hədəfi ağıllı cəmiyyət formalaşdırmaqdır və salam. Biz həmişə deyirik, mənəviyyatlı cəmiyyət, xeyr, din deyir ki, gəlin ağılla təhlil eləyək, xeyirli şeyləri qəbul edək, ziyanlılara ataq, mənəviyyat öz-özünə düzələcək.
Din mənəviyyatlı cəmiyyət formalaşdırmaq istəyir deyəndə söz bir qədər klişe görsənir, necə deyim. Amma gəlin, fikrimizi belə çatdıraq ki, din deyir ki, gəlin ay insanlar ağlımızdan istifadə edək, təhlil edək, düzü qəbul edək, faydalını qəbul edək. Başqa bir söz demir din. İmamlar bunun üçün çalışıb, cəmiyyət yetkinliyə çatsın, imamlar gəlməyib cəmaatın əvəzinə düşünsün. Xeyr, imam gəlib cəmaatın düşünməsini təmin eləsin, düşündürsün, ona görə işləri çətin olur. Yoxsa ki, başqalarının hilələrini əleyhissalam deyir, mən gözəl bacararam. Mənə yetkin cəmiyyət lazımdır. Mənə tərəfdarlarımın sayının artması lazım deyil. Mən düşündürəcəm, vaxt mənim əleyhimə işləsə də, düşünüb düz nəticəyə gəlməyib, mənə qənim kəsilsə də cəmiyyət, mən yenə də prinsipindən əl çəkməyəcəm. Mənə düşünən cəmiyyət lazımdır, bir nəfər də olsa. 100 minlərlə şuursuz adamdansa, Muaviyyə dedi Həzrət Əliyə ki, ged Həzrət Əliyə elçi göndərirdi ki, söz çatdırsın. O vaxt çaparlarla, elçilərlə söz çatdırardılar. Dedi, ged Əliyə dinən ki, neçə minlik qoşunla üstünə gəlirəm, cümə namazını çərşənbə günü qılanlardır. Ona elə cəmiyyət lazımdır. Axmaq cəmiyyət lazımdır ki, onu istədiyi kimi istismar eləsin. Amma imamlara belə cəmiyyət lazım deyil. İmamın cəmiyyətdən umacağı yoxdur. İmam istəyir ki, cəmiyyət yetkin olsun, xoşbəxt olsun və bu imamların qanı bahasına başa gəlir. Keçən dəfə dedim, düşündürmək üçün qətligaha getmək lazımdırsa, imam deyir, mən gedim, göstərim ki, Yezid və Yezid kimlərin mahiyyəti nədir? Düşünüb, əgər mənim qanımdan sonra düşüncə işə düşəcəksə, razıyam. Tək ki, düşüncə işə düşsün, mənim canım qurban getsin bu yolda. Hədisdə var, imam zaman gələcək, mömin bəndələrin başına əl çəkəcək və ağıllar kamilləşəcək. Təbii ki, bu birbəşən mənada qəbul olunmamalıdır. Adamlar sıraya düzülməyəcək, imam başlarına əl çəksin və ağıllar kamilləşsin. Təbii ki, belə deyil. Yəni, ağlın çiçəklənməsinə zəmin yaradacaq. İmam zaman da gəlib bizim əvəzimizdə düşünməyəcək. Kimsə bu gözləntidəsə, o imamı gözləməsin. İmam gələcək, zəmin yaradacaq, ictimai zəmin yaradacaq ki, insanlar düşünüb nəticəyə gəlsinlər və nəticədə yetkinləşsinlər. İmamın funksiyası bundan ibarətdir. Dünya niyə abad olur imam zaman dövründə? Bir cavab var, ağıl çiçəklənəcək. Ağıl inkişaf eləsə dünya abad olacaq. Biz deyirik ki, imam zaman ədalət gətirəcək. Ədaləti hardan gətirəcək? Ədalət cəmiyyətin içindən qaynamalıdır. Cəmiyyətin bətnindən çıxmalıdır. Ədaləti qəbul etdirməkdirsə zorla, elə o bir imamlar eləyərdi. Eləyə bilmirsən. Cəmiyyət gərək ağlı o qədər yetkinləşsin ki, ədalətli olsun. Ədalət ağlın nəticəsidir. Sürücülərin mədəniyyəti yoxdursa, inanın 100 dənə polisi küçəyə tök, o alınmır. Cərimə qorxusundan burada eləyir, orada radar olmayan kimi pozur qaydanı. Bizim cəmiyyət kimi. Elə özümüz kimi. Başqalarını misal çəkməyək. Ədalət gərək ağlın inkişafı nəticəsində yaransın, doğsun. Az sayda nəzarətlə, az sayda insanın nəzarəti ilə böyük nəticələr əldə eləmək olar ağıllı cəmiyyətdə. İmam zaman bu üsulla gedəcək. Hədislərdə var ki, qanunlar azalacaq, nəzarətçilər azalacaq. Bu qədər ölkələrdə qüvvə cəlb olunur, hüquq mühafizə orqanlarına, orduya, nə üçün? Ordu güclənməlidir, bəli, mən də onun tərəfdarıyam. Amma səbəb nədir? Bir dəstə yırtıcı var ki, hücum eləməyə hazırdır. Məcbursan özünü qorumaq üçün nə qədər vəsait orduya ayırasan, insanlar orada məşğul olsun. Amma ağıl inkişaf eləsə, bu qədər adam orduda olmasına ehtiyac olmaz. Bu qədər adam hüquq mühafizə orqanlarında olmasına ehtiyac olmaz. O enerjilərini daha yaradıcı işlərə sərf edə bilərlər. Daha başqa fərqli işlərə sərf edə bilərlər. Nə qədər qüvvə sərf olunur indi buna? Amma deyib, bir nəfər dünyaya hakim olacaq, imamın timsalında, imam zaman. Bu nə düzəndir belə? Bir nəfər necə bacaracaq? Çünki ağıl inkişaf edəcək. İmam zaman gəlib dua ilə, möcüzə ilə, zikirlə hamını dindar eləməyəcək. Ya zorla eləməyəcək. Zorla dindarlıq, cəmaatı dindar eləmək, öbürlər eləyərdi. Nəyə gözləyir onda?
Zorla, möcüzə ilə eləməkdir. Niyə görə, məsələn, bu 1000 ildən sonra olmalıdır? Möcüzə də elə bugün olsun. Elə əvvəldən olardı. Mexanizmi var onun. Ağıl inkişaf eləyəcək, necə yollarına toxunacaq. Yollarına toxunacaq ki, necə ağıl inkişaf eləyəcək. Görün nə gözəl hədisdir İmam Sadiq əleyhissalamdan. Buyurur ki, axir zamanda ağıl o qədər inkişaf eləyəcək ki, cəmaat ağıl əsasında dini qəbul eləyəcək. Çox gözəl sözdür bu. Təcrübədən çıxacaq artıq. Ona görə yox ki, biz buyurmuşuq, deyəcək, düz sözdür. Ağlı ilə nə dini hökmü deyəcəksən, başını yerləyəcək ki, düzdür. Başını yerləyəcək, təsdiq edəcək. Bugün artıq mən bəzi məsələlər görürəm, biz neçə ildə özümüzü öldürürdük, indi onu psixoloqlar deyir, sosioloqlar deyir, tibb mütəxəssisləri deyir. Yavaş-yavaş görürük biz bunları. Həkimlər deyir. İndi məsələn, mən saatlarla danışım ki, ay cəmaat, din deyir ki, hədisdə var, əl-üzü yuyun yeməkdən qabaq. Deyərlər, ay məsələn, hacı, sən bir başqa şey danış da, bunu tibb də deyir. Həqiqətən də belə. Sən Allahdan danış, keyf eləyək. Bu qədər ki, biz enerji sərf eləyirik, bir gün gələcək ki, hicab haqqında da belə olacaq. Deyəcəklər də hicab aydındır da, bu olmalıdır cəmiyyətdə. Əl yumaq qədər sadə olacaq məsələ. Ağılla bu nəticəyə gələcək. Ağılla, təfəkkürlə, təhlillə bu nəticəyə gələcək. Gecə namazından da danışacaq, deyəcək, bəllidir, insan gecə filan vaxt oyanmağı lazımdır. Səhər dur, yatma, deyəcək, bəllidir də, səhər tezdən oyanmaq lazımdır. Onda bizim işimiz azalacaq. Biz bu qədər ki, enerji sərf edirik bəzi məsələlərə, demirəm biz əstəğfurullah cəmaatdan ağıllıyıq. Yox, ümumiyyətlə, yəni əqli yetkinlik səviyyəsinin aşağı olmasından doğur ki, bəzən hər şeyi geniş izah etməyə ehtiyac olur. Necə olacaq ki, ağıl artacaq İmam Zaman dövründə? Necə olacaq ki, ağlı inkişaf etdirəcək? Zuhur buna bağlıdır. İmam nə zaman zuhur edəcək? Bəşəriyyətin qızıl dövrü adlandırılan dövr nə zaman gələcək? Bir cümlə ilə ağılın inkişaf elədiyi dövrdür. Ağılın inkişaf elədiyi dövr. İnsanlıq ağıl yoluna gəlmədikcə bəla ilə, təcrübə ilə gələcək. Allah deyir, düşünün. Düşünməyəndə nə olur? İndi başa düşmür də. Düşünüb başa düşmək istəmir. Neyinir Allah? Allah başlayır hadisələrlə, başını daşdan daşa vurmaqla o nəticəyə gətirməyə. Proses uzanır. Proses uzanır. Nə qədər tez başa düşsə, bir o qədər az bəlalar bahasına başa gələcək. Nəticə. Yox, başa düşmək istəmir. Deyir, gəlin, adam anlamalıdır. İnsan, yəni anlayan. Başqa çarə yoxdur. İnsan anlayana deyirlər, anlamaq iki yolla olur, ya düşüncə ilə, ya da bəlalarla. Adam var, deyirsən, anlamır, başır daşdan daşa daşır, deyir, hə, indi anlar. Axı, sənə deyilmişdi, sən biraz düşünsəydin, bu hadisə başına gəlməyəcəkdi. Əlavə enerjidə sərf eləməyəcəkdir. Nə qədər tez düşündün, bir o qədər qabaq düşdün. Bəşəriyyət də belə bir vəziyyətdədir. Nə qədər ağıllı olsaq, bir o qədər qurtuluş tez olacaq, fərəz tez olacaq. Yoxsa başlayacaqsan təcrübə eləməyə. Sənin bu məktəb öz dalıca aparacaq 70 il. Gedib dalana dirənəcək, vay səhviymiş. İndi baxaq, liberal demokratiya. Bu, görək bunu dalıca. Aparacaq, dalana dirənəcək ki, dirənməkdədir. Şübhəsiz dirənməkdədir, buna heç kəsin şəkki olmasın. Artıq sona gəlib çatmaqdadır. Sonra görəyin nə tapaq. Amma Allah deyir, ağlı işə sal, bu izmlərin əsarətindən qurtar, tez başa gəlsin də nəticə. Sadə dillə desək, ağ günə tez çıxasan. İmam Zamanın zuhuru dua oxumaq, roza oxumaqla olmur. Bunu bilirsiniz, mən deyəndə məndən qəbul eləmək daha asan olar ki, çünki mən hər dəfə çıxışlarımda, bu əza günlərində zikri müsibət deyirəm. Özüm bu məclislərdə iştirak edirəm. Hətta bəziləri irad tutur. Mən görmüşəm, deyir ki, məsələn, biri mənə tərifləyir, deyir, məsələn, savadlı da ağıllıdır, deyir, yox, görmüşəm məhərrəmlikdə ağlayır o. Əstəğfurullah, mən özümü böyüklərlə müqayisə eləmirəm. Şəhid mütəhhəriyə dedilər ki, sən universitetlərə gedirsən, elmi səviyyən yüksəkdir, çıxış edirsən, sözün elmi dairələrdə qəbul olunması üçün zikri müsibət demə.
Deyir, ağladı, dedi ki, mən nə əldə eləmişəm İmam Hüseynin bərəkətindəndir. Mən necə ondan imtina edeyim? O elmi səviyyəni neyinirəm? Elmi səviyyəm var onsuz da, amma kimsə məni qəbul edəcək. Mən bundan imtina edəsi deyiləm. Hərçənd ki, dərin ağlı olan insanlar başa düşər ki, bu göz yaşları insanların inkişafına xidmət edir, ancaq və ancaq. Cəmiyyətin tərəqqisinə xidmət edir. Bunu Məhərrəm ayında kifayət qədər əsaslandırmışıq. Kifayət qədər. Və bunu bu qaydada keçirilməsinə zəmin yaradan bir insan kimi, burada iştirak edən bir insan kimi deyirəm ki, göz yaşının da qiyməti, onu çağırırıq, İmam Zaman zuhur elə gözümüzdən yaşaxır. Qiyməti ağıl qədərdir. Ağıl yetkin olsa göz yaşının çəkisi artır tərəzidə. Zuhur tezləşir. Başa düşən cəmiyyət lazımdır imama, başa düşək. İmama anlayan cəmiyyət lazımdır. Anlayan, anlamayan cəmiyyət əleyhissalamı da xanın işini eləyəcək. Keçən dəfə dedim, anlamayan cəmiyyətin içində İmam Həsən qədər potensial olan adam bağbanlıq eləyəcək. Anlamayan cəmiyyətdir. Anlayan cəmiyyət lazımdır, düşünən cəmiyyət lazımdır. Hər bir əməl ağıl səviyyəsinə uyğun qəbul olunur insanlardan. Əməllərin keyfiyyət göstəricisi o əməl eləyənin ağlıdır. Nə qədər ağlın çoxdur, əməlin daha keyfiyyətlidir. Ona görə də düşüncəsiz göz yaşlarını tənqid eləmək bizim biraz haqqımız olar. Çünki biz özümüz o məclisləri təşkil edirik. Bəziləri var, özü eləmir, başlayır əzadarlığı tənqid eləmək. Orada mən şübhəli yanaşıram ki, sənin dərdin başqadır. Hətta düz söz desən də, sən bunun əsli ilə müxalifsən. Kökü ilə müxalifsən. Ağlı inkişaf elətdirmək həsrəti artırır. Zuhuru tezləşdirir. Ağıl ən uzaq nöqtəni göstərir. Ağıl göstərir ki, bəşəriyyətə nə lazımdır. Zuhur ağlın meyvəsidir. Zuhur ağlın meyvəsidir. İstənilən məsələyə yanaşmada ağıl ən axırıncı nöqtəni göstərir. Həvəs yaxın nöqtəni. Həvəs həmişə yaxını görür, ağıl uzağı. Ona görə deyirlər ki, həvəs, şəhvət ağılla zid yerdə dayanıb. Bunlar həmişə bir-birinə ziddir. Ağıl deyir, uzağı gör, həvəs deyir ki, yaxını, tələsdirir adamı. Deməli, ağlı inkişaf etdirmək üçün ilk növbədən nə lazımdır? Həvəsi, şəhvəti azaltmaq bu lazımdır. Sən nə qədər ağıl və, üzr istəyirəm, həvəs və şəhvət əsasında yaşayacaqsan, ağıl nuru zəifləyəcək. Ağıl necə inkişaf edir sözünə qulaq asdıqca? Ağıl deyib bunu belə eləyirsən, elə bil ki, yem verdin ağla, böyüdü biraz. Bu dəfə də dedi belə elə, elədin dediyini yem verdin, qidalandırdın. Ağıl ona əməl etməklə artır. Həvəsə əməl etməklə ağıl zəifləyir. Ağıllı adama deyəsən ki, 40 il yaşayacaqsın, deyəcək, nə tez dünyadan közəcəm. Ağlı zəif adama, həvəsə qərq olmuş adama, hələ bundan sonra mənim 47 yaşım var, ağılsız adam olsam, desələr 40 il yaşayacaqsın, deyəcəm, nə qədər vaxt var, gedim kef eləyim. Bir arifə dedilər ki, desələr ki, 3 gün sonra öləcəksən, neyini yersin, dedilər, hər gün neyinirəm onu, çünki mən ölümü indi gözləyirəm. Görün, nə qədər ağıllı adamdır. Heç nə dəyişiklik olmaz mənim gündəlik proqramımda. Çünki mən elə ölümü hər an gözləyirəm və ən düz addım atmağa çalışıram. 3 gün hələ böyük bir vaxtdır mənim üçün. Mən elə indi gözləyirəm onu. Ağıl həvəsə ziddir. Nəfsi vurmaq üçün ən iti qılınc hədislərdə var ağıldır. Ağlın inkişaf eləmək üçün nə lazımdır? Mexanizm deyirəm. Həvəsi biraz azaltmaq. Aradan aparmaq yox. Dinimiz haram bilir tərki dünyalığı. İstəkləri həddində təmin etmək lazımdır. Bəzi o Hindistanda adamlar var. Bir nəfər bizim ariflərdən birinə gəldi. Yadımdan çıxdı. Hüseynqulu Həmədaniyə dedi. Hansı bir arifə dedi ki, mən
ətdən imtina eləmişəm ki, mərifətullaha çatım. Dedi, ət yeməməklə mərifətullah olsa, qoyunlar hamısı arif olardı. Ət yeməmək deyil məqsəd. O qədər otlayan heyvanlar var ki, onlar hamımızı ötüb keçərdi. Həvəslə mübarizə aparmaq, həvəsi zəiflətmək,